Salam dəyərli şagirdlər, xoş gördük hər birinizi. Artıq vaxt və də yetişdi. Sabah sizin monitorinq imtahanınızdır. Dəyərli şagirdlər, hər birinizə uğurlar arzulayıram. Heç nədən narahat olmayın. Özünüzə və mənə inanın, 100% yaxşı olacaq hər şey. Sadəcə həyəcanlanmayın. Və biz sizlər üçün bu son günləri demək olar ki, maksimum şəkildə dəyərləndirdik. Sizlər üçün 6 dənə sınaq, ən əsası 6 dənə sınaq olsa da, onlar çərçivə sənədinə uyğun olaraq 2 dəfə sizlər üçün təqdim olundu. Bugün isə növbəti sınaq, əslində 7-ci sınaq da deyə bilərik. Sadəcə mən monitorinq son sınağı yazmışam. Bu suallar keçən il monitorinq imtahanının suallarıdır. Və bir də əlavə təhsil üstün verdiyi çərçivə sənədində olan suallar var, oradan da əlavə eləmişəm. Yəni məqsəd nədir? Məqsəd odur ki, heç nədən qorxmayın. Müəllim, bu ilin imtahanı keçən ilin monitorinq imtahanından yerlə göy qədər fərqlənəcək. Quruluşunda fərqlilik var. Yəni son 5 sual keçən il açıq idi, amma bu il 5-inin yenə də açıqdır. Sadəcə 3-ü həlli tələb olunmayanda ikisinə həll tələb olunur. Onu da indi sınaqlarımızda var, yenə də burada da deyəcəm. Amma sualların ümumi məğzi, məntiqi, yəni aşağı-yuxarı eyni olacaq. Eyni suallar düşməyəcək. Bir də bunu təkrar edirəm. Bəzən şagirdlər yazır, mənə bu suallar düşəcək. Yox, biz sadəcə sizə sınaq, 4-cü sinif proqramına uyğun sınaqlar təklif edirik. Bu suallar isə əksəriyyəti keçən ilin imtahanında rəsmi olaraq istifadə olunmuş suallardır. Dedim ki, yəni suallardan qorxmayın, çəkinməyin. Məsələn, birinci sualımız bu tutum vahidi ilə bağlıdır. Sənə bu başqa formada düşə bilər. Aydınmı? Əczaçı bir göz dərmanı aptekə 1,2-də 1 litrlik qablarda gəlir. Əczaçı bu dərmanı 30 ml-lik kiçik şüşələrə doldurub satır. Bunun üçün əczaçıya neçə şüşə lazımdır? Biz bilirik ki, 1 litrimiz, dəyərli şagirdlər, tutum vahidlərində 1000 ml-dir. Bununla bağlı sənə başqa sual təqdim oluna bilər. İndi, o zaman 2-də 1 litr nəyə bərabər olacaq? 2-də 1 yarısı deməkdir də, bu da eləyəcək 500 ml. İndi bunların cəmi olacaq 1500 ml və bu 1530 ml-lik kiçik şüşələrə doldurulub satılır. 1500-ü böləcəksən 30-a. 530-a böləndə sıfırlar gedər, 150-də 30-a 50 dənə. Bizə neçə dənə şüşə lazımdır? Bizə 50 dənə şüşə lazımdır. Doğru cavab C. Tənliyi həll edin. Tənlik sizə burada məhsul vurğunun tapılmasıdır. İmtahanda məhsul bölünənin tapılması düşə bilər, məhsul azalan, məhsul çıxılan və s. Buradan x bərabərdir. Məhsul vurğu tapmaq üçün hasili məlum vurğuya bölmək lazımdır. Yəni 8-i nəyə vuranda 56 eləyir? 56 bölünsün 8. X də bərabər buradan 7 almış oluruq. Doğru cavab B variantı. Sınaqlarımızda bununla bağlı son günlərdə xüsusi suallar saldıq. Abaqda təsvir edilmiş ədədi açıq şəkildə yazın. Burada ədədin mərtəbələri göstərilib. Təkli yoğunluq 100-lük, minlik, 10 minlik, 100 minlik. 100 minlik mərtəbəsində 3 dənə düymə var və ya 3 dənə muncuq var. Deyə bilərik ki, bunu birinci sizlər üçün açıq şəkildə yazıram. 3 vurulsun 100 min. Üstə gələk. 10 minlikdə 3 dənə düymə var. 3 vurulsun 10 min. Üstə gələk. Minlikdə burada heç nə yoxdur. Əslində 0 vuraq 1000 yaza bilərik, amma 0-dır deyə yazmırıq. Ehtiyac qalmır. Yaza da bilərsə, onsuz da 0 eləyəcək. 100-lük mərtəbəsində 2 dənə düymə var və buna görə 2 vurulsun 100 olacaq. Üstə gələk. Yoğunluqda 1 dənə var. 1 vurulsun 10. Üstə təklikdə var deməli 3 dənə. 3 vurulsun 1. Və bunları indi cəmini yazsaq, 3-ü 100 minə vuranda eləyəcək 300 min. 300 min. Üstə gələk. 3-ü 10 minə vuranda 30 min. Üstə gələk 2-ni 100-ə vuranda 200, üstə gələk 10, üstə gələk 3. Belə bir yazılış harda var, dəyərli şagirdlər? 300 min, üstə gəl 30 min, üstə gəl 200, üstə gəl 10, üstə gəl 3. Cavab var D variantında. Dördüncü sualımız. Dördüncü sualda Qobustan Milli Tarix Qoruğuna. Bir də bax bu diaqramlarla, sonra dairənin müxtəlif hissələrə bölünməsi ilə bağlı suallar sizə çox təqdim olunacaq. Qobustan Milli Tarix Qoruğuna ekskursiya avtobusla 40 sərnişin gəldi, getdi. Burada gəldi yazılıb, getdi də ola bilər. Dairəvi diaqramda avtobusdakı sərnişinlərin sayı verilmişdir. Ekskursiyaya neçə qız şagird, neçə oğlan şagird və neçə valideyn iştirak edib. Ümumi 40 sərnişin var. Bu 40 sərnişinin qız şagirdlərinə düşən hissəsi, oğlan şagirdlərinə düşən hissəsi və valideynlərə düşən hissəsi kəsrlə göstərilib. Sadəcə ədədin hissəsini tapacaq. Gəlin qız şagirdlərə baxaq. Qız şagirdlər 2-də 1 hissədir. Deməli 40-ı böləcəksən 2-yə vuracaqsan 1-ə. Bu elədi 20 qız şagird. Sonra oğlan şagirdlər 8-də 3-dür.
40-ı böləcəksən 8-ə, vuracaqsan 3-ə. 5, 15 oğlan şagird. İndi gəlin valideynlərə baxaq. Sərnişinlər 40 nəfərdir və bu 40 nəfərin 8-də 1 də valideynlərdir. 40-ı bölərsən 8-ə, vurarsan 1-ə. Bu da bərabərdir 5 valideyn. İndi bu cavab harda var? 20 qız şagird, 15 oğlan şagird, 5 nəfər də valideyn. Doğru cavab C variantında. 5-ci sualımız. Dairənin bərabər hissələrə əsasən qeyd olunan bucaq tapın. Qeyd olunan bucağımız da buradan bura qədərdir və bura biraz da rəngi fərqli görsənir. Ümumiyyətlə, baxaq görək, dairə neçə hissəyə bölünür? 1, 2, 3, 4, 5, 6, 7, 8. Dairəmiz 8 hissəyə bölünür. Dairə tipli bu suallarda həmişə 360 dərəcə götürəcək, çünki çevrə dairə 360 dərəcədir. 8 bərabər hissəyə bölündüyünə görə bir hissəni tapaq. 360-ı bölərəm 8-ə, bərabər eləyər 45 dərəcə. Amma qeyd olunan bucaq, burada 3 dənə. Deməli, buradan da 3-ü vuraram 45-ə, bərabərdir 135 dərəcə. Belə bir cavab var A variantında. 6-cı suala baxırıq. 6-cı sualımız rənglənmiş fiqurun sahəsini tapın. Bunu müxtəlif üsullarla yazmaq olar, dəyərli şagirdlər, amma daha rahat üsul. Mən buranı belə tamamlayaram, Bura tamamlayaram. 4, 10. Eləyər 4 vurulsun. 10 bərabərdir 40 kvadrat santimetr. Amma bu boşluğu da buradan çıxmalıyam. Bu boşluğu da bir kiçik düzbucaqlıdır. Bu da 1 vurulsun. 3 bərabər 3 kvadrat santimetr. Bura mənə lazım olmadığından 40-dan çıxaram 3-ü, bərabərdir 37 kvadrat santimetr. Doğru cavab elədi D variantı. 7-ci sualımız. Bu kisələrdəki almaların sayı müəyyən bir qanuna uyğunluqla dəyişir. Qanuna uyğunluqları davam etdirsək, içində yalnız bir ədədi olan kisə neçənci kisə olar? Baxın, kisə 1-də 64 alma var, kisə 2-də 32 alma var, kisə 3-də 16 alma var, kisə 4-də 8 alma var. Hansı qanuna uyğunluğu görürük, dəyərli şagirdlər? Baxırıq ki, kisələrin içərisindəki almalar 2 azalır. 2 dəfə daha doğrusu. 2 dəfə azalır. 64-ü 2-yə böldüyü 32. 32-ni 2-yə böldüyü 16. 16-nı 2-yə böldüyü 8. Deməli, indi kisə 3-də 8-i 2-yə böləcəksən 4 alma olacaq. Daha doğrusu kisə 3-də kisə 4, kisə 5 olacaq. Daha doğrusu kisə 5-dir. Kisələrin sayı arta gedir. Sonra kisə 6-da 4-ü 2-yə böləcəksən 2 alma olacaq. İndi kisə 7-də 4 alma, 8 alma, 4 alma, 2 alma, 2-ni də 2-yə böləndə 1 alma olacaq. Deməli, dəyərli şagirdlər, kisə 7-də 1 alma olacaq. Bizdən də bunu soruşur. Doğru cavab C variantı. Verilən düzbucaqlı paralelipipedə tamamlamaq üçün neçə vahid kub lazımdır? Burada baxaq. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4. Bu bir düzbucaqlı paralelipipeddir də kuboiddir. Əvvəlcə baxaq görək, bu kuboiddə neçə dənə kub yerləşir? 4 beləsinə, 5 beləsinə, ündürlük də 1, 2, 3, 3 də beləsinə. Onda olacaq 4 vurulsun, 5 vurulsun, 3 bərabərdir 60 dənə kub. Bizim ümumi 60 dənə kubumuz var. Amma tamamlamaq üçün neçəsi lazımdır? Buna baxırıq. Burada nə görərik? Neçəsi var? 1, 2, 3, 4, 5, 20 buradadır. 2 dənə də bax bunlar. Elədi, üstə gəlir 2 bərabər 22 dənə kub var. Bəs çatmayan nə qədərdir ki, yəni bu boşluğu doldursun? 60-dan çıxaram 22-ni, bərabər eləyər 38. Deməli, neçə kub lazımdır? Daha 38 dənə kub lazımdır. 9-cu suala baxırıq. Diaqramda bir ailənin yanvar ayı üçün aylıq xərcləri verilib. Ailənin bir aylıq xərcləri cəmi neçə manatdır? Baxaq. Diaqramı oxumağı bacarmaq lazımdır, dəyərli şagirdlər. Ərzaq 350-yə uyğun gəlir. Yazıram bura 350. Üstə gələk. Kommunal 150-yə uyğun gəlir. Üstə gələk 150. Üstə gələk. Nəqliyyat xərci 50-yə uyğun gəlir. Üstə gələk 50. Digər xərclər 250-yə uyğun gəlir. Üstə gələk 250. Bu da bərabərdir. Toplasaq 350 ilə 150. 500, 550, 550 ilə 250, 800. Deməli, ailənin aylıq xərci cəmi 800 manatdır. Doğru cavab B variantı.
9-cu sual maraqlı sualdır. Bu bir fiqurdur və fiqurun üstdən görünüşü burada yazılıb. Baxın, elə bil bu beləsinə bu formada verilib. Uşaqlar, buradakı bu yazılan rəqəmlər biraz baxanda analiz edəcəksiniz ki, bizə nəyi ifadə eləyir? Saylarını. Baxın, buradan üstdən baxanda bura düşür. Bax, bura buradır da. Bura neçə yazılıb? Bir dənə kub var. Deməli, bura 1 yazacağıq uşaqlar. Baxın, əsas diqqət edəcəyimiz məqam buradır. Bax, bu hissə. Bunun bu üstünə nə yazmalıyıq? Burada neçə dənə kub var üst-üstə? Biri bu aşağıdadır, görünməyən tərəf arxa. 2, 3. Deməli, bura 3 dənə kub yazır. Arxada neçə dənədir? Baxın, biri buradadır, bunun altında da biri var axı. Deməli, bura 2 dənə kub yazır. Burada da 1, 1, 1. 1, 1, 1. Baxın, bunların üstünə bir də burada yazıram. Bir dənə buradadır, 3 dənə buradadır, 2 dənə buradadır, burada 1, burada 1, burada 1. Belə bir cavab harada var? 1, 3, 2, 1, 1. Cavab eləyir 10-cu sualda A variantı. 11-ci sualımız 947.371 ədədində 4 rəqəminin mərtəbə qiyməti aşağıdakılardan hansılardır? Mərtəbə qiyməti təklik, onluq, yüzlük, minlik, 10 minlik mərtəbəsindədir. Bu mərtəbə vahididir. Mərtəbə qiyməti isə həmin rəqəmin mərtəbə vahidinə vurulmasıyla alınır və ya daha sadə bir qayda deyəcəm. Bu 4 özü olduğu kimi qalar uşaqlar, sonrakıları 0 ilə əvəzləşdirərik. 4-dən sonra 4 dənə rəqəm olduğundan 4 dənə 0. Deməli, 4-ün mərtəbə qiyməti 40.000-dir. Belə bir cavab da var. D variantında. Boş xanaya uyğun ədədi müəyyən edin. Çevirmədə saat zaman məsələsidir. Bilirik ki, 1 dəqiqəmiz bərabərdir 60 saniyə. Burada da 4-də 3 dəqiqə verilib. Deməli, mən 60-ın 4-də 3-ünü tapmalıyam. 60-ın 4-də 3-ünü də tapmaq üçün, yəni 60-ı 4-də heçə vururuq da, belə deyil. 60-ı böləcəksən 4-ə, vuracaqsan 3-ə. 12-ni də 3-ə vuranda elədi. Düz yazdıq. 60-ı 4-ə böləndə 15, 15-i 3-ə vuranda 45 saniyə. Belə bir cavab var B variantında. ABC bucağının tərəflərinin ayırdığı rənglənmiş hissə dairənin 6-da 1 hissəsidir. ABC bucağı neçə dərəcədir? Aha, neçə dərəcədir? Burada nəyə fikir verəcəyik? Ümumi çevrə bayaq dedik ki, 360 dərəcədir. Sadəcə olaraq 360-ın 6-da 1 hissəsini tapacağıq. Buradan da 360-ı bölərəm 6-ya, vururam 1-ə. Bu da bərabər eləyir 60 dərəcə. Doğru cavab C variantı. 14. Olarsa A-nın qiyməti verilib, B-nin B qutularının qiyməti verilib və kütlələr bərabər olarsa kisələrin birinin çəkisi nə qədərdir? Bu tərazidə tarazlıqdadır. Əvvəlcə biz tərəzinin sağ tərəfini hesablayaq, görək nə qədərdir. 3 dənə bu göy qutuya baxsaq, bunların çəkisi nə qədərdir? 175. Deməli, 3 vurulsun 175. Üstə gələk. Qırmızılarda da 2 dənədir və B-dir. Bu da B-nin də qiyməti şərtdə bizə verilib 270. 2 vurulsun 270. Bu da bərabərdir. 3-ü 175-ə vuranda 525 eləyir. 525. 2-ni 270-ə vuranda 540. Toplasaq alarıq 1065 qram. Amma indi 1065 qram da uşaqlar bu 3 torbaya, 3 kisəyə uyğundur. Onda bir kisə nə qədərdir? Bu kisələrin birinin çəkisi. 1065-i bölərəm 3-ə. 13-ə 3 dəfə. 3, 9, 1. 16 3-ə 5 dəfə 3, 15. 1 yadda, 15, bu da 5. Cavab 355. Doğru cavab elədi. D variantı. Sonra Anarın cəmi 36 oyuncaq maşını var. Dairəvi diaqramda bu maşınların rənglərinə görə bütün maşınların hansı hissəsini təşkil etdiyi təsvir olunub. Anarın hər rəngdə neçə maşını var? Burada baxın, boz 4-də 1-dir, sarı 6-da 1-dir, göy 4-də 1-dir, narıncı 6-da 1-dir və burada sadəcə olaraq uşaqlar ədədin hissəsinin tapılmasıdır. Amma bir neçə hissədə ədədin hissəsini tapacaq. Gəlin əvvəlcə baxaq, elə buradan başlayaq. Ya da cavablara yaxın başlayaq da, sarı, göy, boz, hə. Birinci başlayaq sarı. Sarı rəngi tapıram. Sarı. Sarının hissəsi nə qədərdir? 6-da 1. Ümumi nə qədərdir? 36. 36-nın 6-da 1 hissəsi necə tapılır? 36-nı 6-ya bölüb 1-ə vurursun. Elədi 6 dənə sarı. Yaxşı. Sarını bu formada tapdıq. İndi keçirik göyə. Göy 4-də 1-dir. 10 da yazıram bura göy. 36-nı bölürsən 4-ə, vurursan 1-ə. Bu da elədi 9. Göydən sonra var narıncı, 3-də, daha doğrusu cavablara o geçsək boz var.
Yəni ardıcıllığı burada saxlayaq. Boz yazıram. Boz. Boz nə qədərdir? 36-nı yenə 4-ə bölüb 1-ə vurursan 9. Bunun ikisi də eyni olacaq. Göy ilə boz. Ən sonda narıncı 3-də 1. Narıncı 36-nı bölürsən 3-ə vurursan 1-ə. Bu da elədi 12. İndi 6 sarı, 9 göy, 9 boz və 12 narıncı. Belə bir cavab görürük B variantında. 16-cı suala baxırıq. Bağça iki hissəyə ayrılmışdır. Birinci hissədə hər sırada elə bir sıra budur. Məsələn, belə bir sıra var. 15 dənə sıramız var. Hər sırada da 24 ağac əkilib. Bunu tapmaq üçün birinci hissədə nə qədər var? 24-ü vuracaqsan 15-ə. 24-ü 15-ə vuranda elədi 360. İndi ikinci hissədə də hər sırada 11 ağac olmaqla 30 sıra var. Onda ikinci hissədə cəmi nə qədər ağac olacaq? 11-i vuraram 30-a. Bu da bərabər eləyir 330. İndi buradan bu 360 üstə gələk 330 0 9 690. Bağda cəmi neçə ağac var? Bağda cəmi 690 ağac var. Doğru cavab A variantı. Sonra cavab elədi A. Gəldik 17-ci suala. 17-ci sualı sondan getməklə də həll edə bilərik dəyərli şagirdlər və ya tənlik qurmaqla da. Bir ədədi 3 dəfə artırıb ədəd x, 3 dəfə artıranda 3x, üzərinə 5 əlavə etdikdə 20 alınır, bərabər 20-yə. Buradan 3x bərabərdir 15-ə, x də bərabər 15 3-ə böldük 5. Bu tənliklə həlli və ya sondan gedəndə 5 əlavə etdikdə 20 alınır. Nəyin üzərinə 5 əlavə elədikdə 20 alınır? 20-dən çıxıram 5-i bərabər elədi 15. İndi 3 dəfə artırıb deyir. Nəyi 3 dəfə artıranda 15 eləyir? 15-i də bölərsən 3-ə bərabər eləyər 5. Cavab elədi B variantı. 18-ci suala baxırıq. Birinci bağlamada 3, digərində isə bundan 2 dəfə çox yağ paketi var. Birinci bağlamada 3. Əla, bu birinci bağlamadır. Digərində isə bundan 2 dəfə çox yağ paketi var. 2 dəfə çox yağ paketi deməkdir ki, 3-dən 2 dəfə çox nə qədər olur? 3 vurulsun 2 dənə. Bax, məsələn, mən deyirəm ki, 5-dən 4 dəfə böyük ədədə 5 vurulsun 4. Eləcə də burada 3-dən 2 dəfə çox 3 vurulsun 2. İndi bir yağ paketinin kütləsi 200 qram olursa 2 bağlamada cəmi. 2 bağlamada cəmi deyəndə mən bunu, burada həll tələb olunmur. O həllə gətiriləcək ifadə bizdən tələb olunur. Bunu mən top cəm alacam və bir yerdə dediyinə görə bir yağ kütləsi 200 qramdırsa ümumi vur 200 olacaq. Bizim cavab olacaq bu. 3 üstə gəl 3 vurulsun 2 vurulsun 200. Cavab elədi A variantı. Sonra 19-cu suala baxırıq. LMN bucağının tərəflərinin ayırdığı rənglənmiş hissə dairənin 5-də 1 hissəsidir. LMN bucağı neçə dərəcədir? Yenə də biz bilirik ki, dairə ümumi 360 dərəcədir. Bu 360 dərəcənin 5-də 1-ini tapıram. 360-ın 5-də 1-i nə qədər eləyəcək? 360-ın 5-də 1-i 360-ı böləcəksən 5-ə vuracaqsan 1-ə. Bu da eləyəcək 72 dərəcə. Cavab elədi B variantı. Bununla bağlı və gördünüz, suallar çox olur. Bu sualımız maraqlı sualdır. Radiusları eyni olan B və D mərkəzli çevrələr şəkildəki kimi C mərkəzli çevrənin daxilində çəkilmişdir. Yəni, bu iki dənə çevrə böyük. Bax, bunun daxilinə çəkilib. C mərkəzli çevrə. İndi uşaqlar, baxaq. Burada bunlar bərabərdirsə, buradan bura qədər, yəni AB BC-yə bərabərdir. Bu BC CD-yə bərabərdir. CD də D-yə. Hamısı bir-birinə bərabərdir. Mən rahat olsun deyə sizə rahat görəsiz deyə bunun hər birini işarə edəcəm. Tutaq ki, AB 2-dirsə, burada 2 olacaq, burada 2 olacaq, burada 2 olacaq. Özümüzdən bir ədəd verdik də sadə, rahat olsun deyə. İndi yazılıb ki, AC, yəni AC nə qədər olacaq? AC buradan bura qədər olandır. Yəni 2, 2, 4. Bərabərdir 2 dənə DY-yə. DY də buradadır. 2 dəfə də 2, 4 eləyir. 4, 4-ə bərabərdir. Bəli, bu doğrudur. İkinciyə baxırıq, yəni B variantına baxırıq. AY, yəni bütövün hamısı 1, 2, 3, 4, 4 dənə 2, 8 bərabərdir. 2 vurulsun BD. BD haradır? BD də buradan bura qədərdir. 2 dənə də 2, 4 eləyir. 2 vurulsun 4, 8, 8-ə bərabərdir. Bəli, bu da doğrudur. C variantına baxırıq. AY, yəni yenə də AY buradan 2, 2, 2, hamısı 8 eləyir. 4 dənə BC-yə.
BC də 2-dir. 4 vurulsun. 2 yenə 8 bu da bərabərdir. İndi gələk axırıncıya. AB C-yə bərabərdir. AB, yəni bu 2-dir demişdik də, C-yə bərabərdir. Burada 2-dir. Buradan bura qədər olan məsafə, buradan bura qədər olan məsafəyə necə bərabər ola bilər? 2 4-ə bərabər ola bilməz. Deməli, yanlış olan D-dir. Uşaqlar. Sadəcə şəklin quruluşundan, qoyuluşundan qorxmaq lazım deyil. Bu 20-ci sual idi. 21-ə baxırıq. 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda 110 min alınan ədəd hansıdır? Hər birini yuvarlaqlaşdıraq. Təkli yoğunluq 100-lük, minlik 10 minlik. 10 minlik mərtəbəsində duran rəqəm 1-dir. 1-dən sonra gələn rəqəm 8. Deməli, bir vahid artacaq. 1, 2 qalanlar 0-la 120 min eləyəcək. Bilirik ki, yuvarlaqlaşdırmada mərtəbədən sonra gələn rəqəm 5, 6, 7, 8, 9 rəqəmlərindən biridirsə bir vahid artır. 1, 2, 0, 1, 2, 3, 4 rəqəmlərdirsə artma baş vermir. Belədir 120 min. İkinciyə baxırıq. Təkli yoğunluq 100-lük, minlik 10 minlik. 10 minlik mərtəbəsində duran rəqəm 0-dır. 0-dan sonra gələn rəqəm 4-dür. Deməli, artım baş verməyəcək. 4 olanda artım olmur. Özü olduğu kimi qalacaq. 100 min. C variantına baxırıq. Təkli yoğunluq 100-lük, minlik 10 minlik. 0-dan sonra gələn rəqəm 9-dur. Deməli, bir vahid artacaq. Bura 1 gələcək. 110. Qalanları da 0. 110 min. Elə cavab C-dir. Amma D olduğuna da əmin ol, səhv olduğuna əmin olaq. Bax, görürsünüz, tək cavabı yazmıram uşaqlar. Sizin üçün hər birini izah edirəm ki, tam başa düşəsiniz. Təkli yoğunluq 100-lük, minlik 10 minlik. Birdən sonra gələn rəqəm 5-dir. Bir vahid artacaq. Bu da 120 min eləyəcək. Bizə cavabı uyğun gələn C-dir. 22-ci sual. Tənliyi həll edin. Tənliyi həll edək. Bərabərliyin sol tərəfində 8100 bölünsün x bərabərdir. Sağ tərəfində toplayaq. 360 ilə 540-ı toplayanda elədir 900. X də bərabərdir bölünən, bölən qismət. Məchul böləni tapmaq üçün bölünəni qismətə bölmək lazımdır. Başqa cür desək, 8100-ü nəyə böləndə 900 alınır? X də bərabərdir 9. X-i bərabərdir 9 tapdıq. Doğru cavab C. 23-cü suala baxırıq. Bir yük maşını 3 saat ərzində müəyyən qədər yol gedir. Növbəti 3 saat ərzində yük maşınının sürətini 2 dəfə artırdılar. Bu zaman yük maşınının getdiyi yolun əvvəlki 3 saat ərzində getdiyi yolla müqayisəsi necədir? Baxın, mən bunun bir qaydanı deyəcəm, sonra da sizə nümunə gətirəcəm. Uşaqlar, S bərabərdir VT bizim sürət düsturumuzdur da. Burada V sürət tez zamandır. Bilirik ki, sürətlə yol hər zaman düzdür. Yəni, mən daha sürətli gedəcəmsə, daha çox yol gedəcəm də. Məntiq budur. Deməli, 2 dəfə artırılıbsa, bu da nə olacaq? Sonraki sürət də əvvəlkindən olacaq 2 dəfə çox. Amma gəl bunu nümunəylə sənə göstərim. Tutaq ki, bir yük maşını 3 saat ərzində sürətini mən bilmirəm. Sürəti olsun 20. 20 km bölünsün saat. 3 dəfə 20, 60 km get. İndi növbəti 3 saat ərzində 3 vurulsun. Yük maşının sürətini 2 dəfə artırdılar. Əvvəlki sürət 20 idi. 2 dəfə artıranda oldu 40. 3 dəfə də 40 elədi 120 km. Nə görürük? Əvvəlki məsafəmiz 60 idi. İndi 120-dir. Nə baş verir? 2 dəfə artmaq. Deməli 2 dəfə çox doğru cavab elədi D variantı. 24-cü sual. Şəklə əsasən hansılar kör bucaqdır? Kör bucaq 90 dərəcədən kör bucaq yazıram bura. Kör bucaq 90 dərəcədən böyük, 180 dərəcədən kiçikdir. Yəni kör bucaq bax bu formada verilir adətən. İndi burada baxsaq, CB bu bucaq, bu iti bucaqdır. Elə bizim kör bucağımız baxın budur. MNL. Bax bu. Burada da yazılıb yalnız MNL və ya LNM də eyni şeydir. Deməli A variantı. XYZ bu iti bucaqdır. Sonra yalnız bu da səhvdir, bu da səhvdir. ABC bu da dedi itidir. Yalnız MNL. 25. Film 18:42-də başlayıb 90 dəqiqədən sonra qurtardı. Film qurtaranda saat neçə idi? Biz bu 90 dəqiqəni saat və dəqiqə eləyib 18:42-nin üzərinə gələ bilərik və ya birbaşa da gələ bilərik. Mən 90 dəqiqəni necə yazaram? 60 dəqiqəmiz 1 saatdır, 90 dəqiqəmiz 1 saat 30 dəqiqədir. Mən 18:42-nin üzərinə 1 saat 30 dəqiqəni gəlsəm, saatın üzərinə dəqiqə də dəqiqəni 18-in üzərinə 1 gələndə elədi 19, 42-nin üzərinə 30 gələndə elədi 72, 19, 72. Bu 19, 72-ni də bu 72-nin 60 dəqiqəsini 1 saat eləyib 19-un üzərinə gəlsəm eləyər 20, 12.
Buraya yazıram 20 saat 12 dəqiqə. Cavab, yəni 72 kimi saxlamıram da bunu. 60 dəqiqəsini götürüb 19-un üzərinə gəlirəm, B variantı. İndi dəyərli şagirdlər, 25 sual necə sual idi? Qapalı tipli, çox seçim əsasında, yəni bunlar çox seçimli cavab vermə formatı çox seçimli sayılır. İndi son 5 sual açıq tiplidir. Açıq tiplilərdən ilk 3-ü həlli tələb olunmayan açıq tipli sualdır. Məsələn, 26-cı sual. Sadəcə həll edəcəksiniz. Bu da keçən il monitorinqin rəsmi sualıdır. Həll edib cavabı yazacaqsınız bura. Qalıqlı bölmə əməlində, yəni A bölünsün B bərabərdir C qalıq R. Və ya bunu biz belə də yaza bilirik də, A bölünsün B, C burada R. İndi bölmə əməlində bölən 8-dir. Bura bölənin yeridir. Qismət də 7-dir. Bizə deyir ki, bölünən ən çox neçə olar? Bura ən çox neçə olması üçün biz qalığı da ən çox götürməliyik. Bölən 8-dirsə, bilirik ki, ən böyük qalıq böləndən kiçik olan 7 ədəd olacaq. Yəni 8-i 7-yə böləndə burada da qalıq 7 qalmalıdır ki, bura ən çox olsun. Qalıq hər zaman böləndən kiçik olur. İndi buradakı bölünəni necə taparıq uşaqlar? 8 vurulsun 7 üstə gələk 7. 8 dəfə 7 56, 56-nın üzərinə 7 gələndə 63. Siz cavab kartında 63-ü kodlaşdıracaqsınız. Yəni burada bu yazın həllin onlara aidiyyatı yoxdur. Növbəti 27-ci sual. 27-ci sualda yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 500-ə bərabər olan ən böyük və ən kiçik ədədlərin cəmini tapın. Bunu müxtəlif üsulla tapmaq olar, amma ən sadə qayda vur 2 çıx 1 qaydasıdır. Uşaqlar yadda saxlayın. Hansı mərtəbəyə qədər yuvarlaqlaşdıranda ən böyük və ən kiçiyin cəmi deyirsə, verilən ədədi 2-yə vurub 1 çıxacaq. Yəni 500-ü vuracaqsan 2-yə 1 çıxacaqsan. 1000 eləyəcək, 1000-dən də 1-i çıxanda qalır 999. Bizim cavabımız eləyəcək 999. 28. 318 ədədindən əvvəl gələn 2 ardıcıl cüt ədədin cəmi. 318 ədədindən əvvəl gələn 2 ardıcıl, ilk 2 ardıcıl cüt ədəd hansılardır? 316-dır, bir də 314-dür. Bunların cəmi elədi 630. Bizə deyir, cəmi ən böyük 3 rəqəmli cüt ədəddən. Ən böyük 3 rəqəmli cüt ədəd 998-dir. Rəqəmləri fərqli də verməyib. Nə qədər azdır? Çıxacaqsan 8, 6, 368. Deməli 28-də də sadəcə 368-i kodlaşdıracaqsan. Əla. Burada nə elədik? Bizə həlli tələb olunmayan açıq tipli tapşırıqlardır. Sadəcə həll elədik. Birbaşa cavabımızı yazdıq. İndi isə uşaqlar biz həlli tələb olunan açıq tipli tapşırıqlara baxırıq. Bu da Təhsil İnstitutunun rəsmi sualıdır. Atletika yarışında komandalar hər bir növ üzrə əldə etdikləri yerlərə görə xal qazanırlar. Birinci yer 3 xal, ikinci yer 2 xal, üçüncü yer 1 xal. Mavi komandanın əldə etdiyi birinci, ikinci, üçüncü yerlərini sayı aşağıdakı cədvəldə göstərilmişdir. Mavi komanda birinci yerə çıxsa 3 xal veriləcək. İkinci yerlərin sayı, birinci yerə 3 dəfə çıxıb, ikinci yerə bu formada. İndi biz nə edəcəyik? Gəlin baxaq. Mavi komandanın, bax bunun həllini necə yazarıq? Mavi komandanı yazırsan bura həlli. Mavi komandanın birinci yerdən qazandığı xal. Birinci yerlərdən qazandığı xal. Birinci yerləri 3 dənə, birinci yerdə mavi komandada elə bil birinci yeri 3 dəfə qazanıb, birinci yerdən qazandığı xal. Qazandığı xal. Bura yazıram, indi özünüz biləcəksiniz. Nə olacaq? Birinci yerə 3 xal verilir. 3 say qazanıb, 3 dənə yer qazanıb birinci yerdən. 3-ü vurursan 3-ə bərabərdir 9. Sonra indi yazmıram da mavi komandanın ikinci yerdən. İkinci yazıram buraya, ikinci yerdən qazandığı hal. İkinci yerdən qazanılan xal olacaq nə? İkinci yerdən qazanılan xal olacaq. İkinci yerə 2 xal verilir və ikinci yerdən 2 yer qazanıb. 2-ni vurursan 2-yə bərabərdir 4. Üçüncü yerdən qazanılan xal. Üçüncü yerdən qazanılan xal. Üçüncü yerə 1 xal verilir və üçüncü yerdən 4 yer qazanıb. 4 vurulsun 1 bərabərdir 4. İndi ümumilikdə, buradan da yazarsan ümumilikdə mavi komandanın baş hərflərini yazıram, özün yaz. Qazandığı xal
Toplayırsan hamısını 9 üstə gəl 4 üstə gələk 4. Bu da eləyir 17. Cavab 17. Yəni bax bu həlli yazacaqsan, artıq bilinəcək ki, sən sualın mahiyyətini başa düşmüsən. 30-cu sualımız. Həlli 27 il əvvəl Ayselin 14 yaşı vardı. 7 il sonra Ayselin neçə yaşı olacaq? Həllinizi qeyd edin. Biz Ayselin yazıram bura həlli. Ayselin indiki yaşını tapmaq üçün Ayselin indiki yaşını tapmaq. Biz əvvəlcə Ayselin indiki yaşını tapaq. İndiki yaşını tapmaq üçün 14 yaşın üzərinə keçən 27 il əvvəl əlavə gəlirik. Yəni 14 üstə gələk 27. İndiki yaş. Bu da bərabərdir. Elədi 41. Ayselin burada yazıram. Ayselin indi 41 yaşı var. Sualda isə soruşur ki 7 il sonra burada indi yazarsınız uşaqlar. Baxın. Ayselin 7 il sonraki yaşı üçün indiki yaşın üzərinə, yəni 41-in üzərinə 7-ni gələcək. Bərabər eləyəcək 48. Cavab 48. Bu da bunun həlli tələb olunur. Yenə deyirəm, bu həlli tələb olunan yazıları bax bu formada yazırsınız. Yəni həllini yazmayıb birbaşa cavabı yazsınız. Bu sizin üçün 0 bal qiymətləndiriləcək. Bu qədər dəyərli şagirdlər. Sizlər üçün artıq 7 dənə sınağın izahını verdim. Son dəyişikliyə əsasən maksimum şəkildə sizlər üçün ödənişsiz formada bu sınaqları çəkdik, paylaşdıq və izahını təqdim elədik. Hər birinizə uğurlar. İnşallah sabah da imtahandan sonra da monitoring suallarını da təhlil edib izahını sizlərlə paylaşacağım. Növbəti izahlarımızda görüşərik. Hələlik.